Salam millət. Ordubaddan bütün millətimi salamlayıram. Ay qardaşlar, hay bacılar. Nə olub yenə bir-birinizə girmisiniz? Rusiya ilə Ukrayna bir-biri ilə savaşır. Siz bölünürsünüz iki cəbhəyə. İsrail İran ilə müharibə aparır. Siz yenə bir-birinizə girmisiniz. İki cəbhəyə parçalanmısınız. Mən əsas da o bəzi dindarlarımıza müraciət edib demək istəyirəm ki, dindarlıq yalandan Makana Muhammedin eşidəndə durub ayağa salavat çevirmək deyil. Dindarlıq bəzi WhatsApp qruplarında, sosial şəbəkələrdə öz vətəndaşlarının qəlbinə toxunacaq sözlər işlədib onu dindən sisitmək deyil. İmamımız Əli Yahudiləri belə öz əxlaqı ilə, öz elmi ilə, öz dininə gətirirdi. Siz nə edirsiniz? Öz acı rəftarınızla öz din qardaşınızı özünüzdən və dininizdən sisidib qaçırdırsınız. İrandakı bugünkü rejimin çökməsindən yana narahatsınız. Çıxın hökumətimizdən tələb eləyin. 4-5 avtobus ayırsınlar, gedin müdafiə eləyin. Bax, Tehran boşalır. Amerika açıq bildirib ki, Tehran vurulacaq. Tehranı boşaldın və cəmaət Tehranı boşaldır. Netanyahu açıq bildirib ki, Xameneyi öldürüləcək. Gedin onları müdafiə eləyin. Axı qorxaqlıq ilə dindarlıq bir-birinə tərs mütənasibdir. Daha hirsinizi, hikkəvizi buradakı qardaş bacılarınıza tökməyin. Bəsdirin siz Allah. Bir də yadınızda saxlayın ki, hər Azərbaycan dilində danışan kəs Azərbaycanlı deyil, Azərbaycanı istəyən deyil. O Təbrizdən bir nəfər prezidentimizə tərbiyəsiz formada müraciət eləmişdi ya. Onlar hamısı Sepahın tulalarıdır. Sepahın Təbrizdəki qərargahı vurulandan sonra öz şükurasını qurtarmaq üçün əlləşənlərdir. Əsl Təbrizliləri isə mən tanıyıram və çox gözəl bilirəm ki, onlar nə istəyir.